Türkiyədə getdiyim məkanların birində içli köftə yemişdim. Dadı hələ də damağımdaydı. Ona görə evdə özüm hazırladım. Qarşınıza fərqli içli köftə reseptləri çıxa bilər, amma bu resepti hazırlasanız, inanın ki, ən ləzzətli içli köftəni hazırlayıb yeyəcəksiniz. 2 ədəd iri soğan, yarım kilo əti, çərə yağı və duru yağla başlayın qovurmağa. 1 yemək qaşığı tomat pastası, 1 yemək qaşığı bibər pastası, duz, istiot, paprika, pul biber, sarı kök, zövqə görə cirə, 1 dəstə cəfəri və 1 ovuc qoz əlavə edib qarışdırın. Xəmiri üçün 3 stəkan yarım köftəlik bulgur, 1 stəkan yarım manna, duz, pul biber, qırmızı şirin toz biber, qara biber əlavə edib başlayın bu quru ərzaqları qarışdırmağa. Üzərinə 2 stəkan yarım qaynar su əlavə edib qarışdırdıqdan sonra 1 saat dincəlməyə buraxın. Bu əsnada bulgurlarımız şişəcək. 1 saatdan sonra bulgur qarışımını yoğuracağımız qaba əlavə edin, əlinizlə biraz qarışdırın. Üzərinə 2 ədəd yumurta, 1 çay qaşığı tomat pastası, 1 çay qaşığı biber pastası, yarı armud stəkan un əlavə edib başlayın yoğurmağa. Yanınızda hardasa 1 stəkan yarım isti suyunuz olsun. Yavaş-yavaş əlinizlə belə xəmir formasına gətirin. 35, 40 və yaxud da 50 qramdan yumrulaya bilərsiniz. Duru yağla barmağınızla belə dəliklər açın. Başlayın 2 çay qaşığı içli qoymağa. Yenidən bükün və içli köftə formasına gətirin. İlk olaraq yumrulayıb daha sonra belə forma verə bilərsiniz. Hamısının eyni boy olmasını istəyirsinizsə mütləq qramajlara diqqət edin. Bu əsnada artıq yağımızı qızdıra bilərik. Qızdığın yağda içli köftələri bir-bir başlayın qızartmağa. Su da qaynadıb da yeyən var, məncə qızarmışı daha ləzzətli olur. Hər iki tərəfini qızartdıqdan sonra cəfəri və limonla servis edə bilərsiniz. İnanın dadından doymayacağınız ləzzətli bir içli köftə hazırlayacaqsınız. Bu qədər, özünüzə yaxşı baxın, sevgi ilə qalın. Hələlik.